Salam uşaqlar, bugün cimlə işləyirik və videolarım davamlı olması için sadece beğenməyiniz və abone olmanız kifayətdir. Так, лексика значения слов davam edək. 156-cı sualımızdır. Deməli, в переносном значении употреблено выделенное слово в словосочетании. Переносное, yani məcazi mənada olan. Каменные дома, burada daş evlər, zолотые руки, qızıl əllər, холодное молоко, soyuq süddür, şelковая кофта, deməli ipək koftadır və мягкое кресло, yumşaq kreslodur. Əlbəttə ki, zолотые руки, qızıl əllər. Укажите слово с отрицательным значением. Отрицательный, yani mənfi mənada olan söz. Грубый, əlbəttə ki, грубый burada kobud deməkdir. Çünki burada веселый, şən, добрый, mehriban, чистый, təmiz, прекрасный, gözəldir. 158-də укажите слово с положительным значением. Burada уже müsbət mənada. Грустный, kədərlidir, уже gəlmir. Нежный, nежный, yəni belə deyək də, mülayim, zərif deyiriksə biz, ona görə də B-ni. Больной, xəstədir, жестокий, qəddardır, agresivный или agresivdir. 159-da с отрицательным, укажите слово с отрицательным, mənfi mənada olan. Deməli, ласковый, mehriban deyək də, belə deyək. Ondan sonra счастливый, xoşbaxtdır, bедный, burada kasıbdır. Ondan sonra дружный, mehribandır, добрый da, добрый, yani bu da mehriban da olar. Дружный, добрый, в принципе, бедный. B варианта. 160-da укажите слово с положительным значением. Так, burada уже müsbət, ленивый, tembel, грязный, pinti, печальный, kədərli, ужасный, qorxulu, любимый də sevimli, elə deyək, əziz. 161-də укажите слова с положительным и отрицательным значением. Burada uşaqlar necə olmalıdır? Birinci müsbətdə, sonra da mənfi mənada olanları seçməliyik. Ласковый и вежливый. Ласковый mehribandır və vejlivi də nəzakətlidir. Burada ikisi də положительный. Глупый и умный. Burada глупый axmaqdır, umlu da burada ağıllıdır. Görürsün, birinci отрицательный getdi, sonra положительный. Ona görə də bunlar уже olmaz. Жадный, грубый, xəsis və грубый da kobud. Burada da olmaz. Дальше. Красивый, заботливый, gözəl və qayğıkeş. Burada ikisi də положительный. Милый и грустный. Милый, şirin deyirik də, mülayim deyirik. Грустный da kədərlidir. Ona görə də E variantını seçirik. 162-də укажите слова с положительным, отрицательным значением соответственно. Burada da eyni. Birinci bizdə müsbət olmalıdır, ondan sonra da mənfi olmalıdır. Tak. Birinci müsbət, sonra mənfi. Так, болезнь, радость, уже xəstəlik varsa, уже все, радость, şənlikdir. Храбрость, счастье, burada cəsarət və xoşbəxtlikdir. Печаль, kədərdir. Щедрость, səxavətdir. Грубость, kobudluqdur. Доброта, mehribançılıqdır. Красота, gözəllik. Боль da ağrıdır. Deməli, burada da E. Так, укажите слова с отрицательным значением. Mənfi. Так, грамотность, одаренность. Грамот, savatlıq, istedatlıq deməkdir. Забота и скромность. Забота, qayğıkeşlik, скромность, təvəzzökarlıq. Смелость, cəsarətdir. Жестокость, qəddarlıqdır. Несчастье и трусость. Несчастье, bədbəxtlikdir və трусость, qorxaqlıqdır. İkisi də отрицательный. Справедливость и бедность. Deməli, burada ədalət və yoxsulluq. Укажите слова с положительным значением. Аккуратность. Burada уже bizdə müsbət olmalıdır. Аккуратность и героизм. Uşaqlar, dəqiqlik, аккуратность, səliqəli və героизm də qəhrəmanlıqdır. Bax, ikisi də olar. Так, A variantı. Дальше 165-də. 165-də bizdə какое выделенное слово употреблено в переносном значении. Məcazi mənada olan. Сильный мальчик, güclü oğlandır. Сильный воин, güclü
döyüşçüdür. Sильный юноша güclü bir gençti. Sильный muşina güclü bir kişidir. Sильный xarakter güclü xarakter. Əlbəttə ki, burada sильный xarakter. Так. В переносном значении burada da məcazi mənada olan золотая монета, qızıl qəpik, золотое кольцо, qızıl deməli üzükdür, zолотые руки qızıl əllərdir, золотая цепочка qızıl zəncirdir, золотой браслет qızıl deməli qolbaq bilezikdir də belə deyək. Ona görə də bizdə переносная deyirsə, əlbəttə ki, biz уже золотые руки deyə seçərik. 167-də какое выделенное слово потом переносном? Burada da məcazi mənada железное здоровье, dəmir sağlamlıq, möhkəm yəni də A variantıdır. 168-də baxaq. В прямом значении употреблены выделенные слова. Прямое, yəni həqiqi mənada. Золотые слова, qızıl sözlər, золотое кольцо, qızıl üzük, золотой человек, qızıl adam deyildi. Золотые руки, qızıl əllər, золотой xarakter də qızıl xarakterdir. Əlbəttə ki, burada da прямое, həqiqi mənada istəyirsə, əlbəttə ki, biz золотое кольцо deyə B variantını seçərik. 169-da в переносном значении употреблено выделенное слово в словосочетании. Переносный, məcazi mənada olan. Так, baxaq. Сильная девочка, güclü qız, сильная воля, güclü bir iradə, сильный юноша, güclü bir gənc, сильный мужчина, güclü kişidir, сильные дети, güclü uşaqlardır. Əlbəttə ki, burada da сильная воля deyə seçirik. 170 вопрос. В переносном значении употреблены выделенные слова в словосочетании. Переносно, yani məcazi mənada. Sladkие мечты, şirin arzular da belə deyək. Спортивный зал, idman zalı, вкусные конфеты, bizdə dadlı konfetlər. Железные нервы, polad sinirlər də deyək də dəmir. Новый компьютер, yeni kompüter. Так, deməli, bizdə onda burada sladkие мечты и железные нервы 1 və 4 B variantıdır. 171-də в переносном значении употребляем выделенные слова в словосочетании. Məcazi mənada olan. Так, gəlin baxaq. Легкий вопрос, asan bir sual. Острый нож, iti, bıçaq, sladkий сон, şirin yuxu, чистые мысли, təmiz düşüncələr, веселый малыш, şən körpə. Так, deməli, bizdə indi seçməliyik. Легкий вопрос, sladkий сон и чистые мысли. 1, 3 və 4. A variantı düzdür. Belə uşaqlar, sağ olun, görüşərik.